Dövlət Duması ildə 10 aydan az işləyən miqrantların VNJ və RVP-sinin ləğvi ilə bağlı qanun layihəsini artıq yaz sessiyası ərzində qəbul edə bilər. Sənəd, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi alan xarici vətəndaşların sənədlərinin, əgər onlar sənədləri aldıqları tarixdən etibarən bir il ərzində 10 aydan az işləyiblərsə, ləğv edilməsi nəzərdə tutulur. Stat: hazırda Dövlət Dumasının baxışında miqrasiya siyasətinin daha da təkmilləşdirilməsinə yönəlmiş qanun layihələri var. O cümlədən ildə 10 aydan az işləyən miqrantların VNJ və ya RVP-sinin ləğvinə imkan verən normanın tətbiqi təklif olunur. Yaz sessiyası ərzində onun qəbuluna nail olmağı planlaşdırırıq. Statın sonu. Təşəbbüs həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayan şəxsi, məişət və digər oxşar ehtiyaclar üçün fiziki şəxslərdə çalışan əcnəbilərə də şamil olunur. Ləğv üçün əsas hesabat ilində 10 aydan az işləmək və ya həmin müddət ərzində həm miqrantın özü, həm də elə himayəsində olan ailə üzvləri üçün sabit avans ödənişi formasında NDFL ödənişinin təsdiqlənməsi ola bilər. Gözlənilir ki, yeni tədbirlər miqrantların Rusiyada qanuni qalmasına, həmçinin onların məşğulluğu və gəlirlərinə nəzarəti gücləndirəcək.